Fakat TikTok Aa, paçaları var. geçtik cemiyete. Tabii sen cemiyete öğrenmiştin bugün. Aha, sen de benim için maskalya vermişsin. Sen dersi yedin bak. Bir bak. Hepsi kesin bizim kameramanları hediye. Oradan kameramanlar verir size. Arada ekranlardan az vereceğim. Tabii yine bugüne maskalya öğrenmişsin. Biraz gösterim çok güzel yani. Cemiyete indi bir de baştan suallar verəcək. Keçən dəfə xoşuma gəlmədi. Bəziləri seçəsini açmır. Ona görə başlayırıq mən dediyim üsulla getməyə. Yəni tək-tək cəmiyyəti bir-bir deməyəcəm. Qruplar üzrə deyəcəm. Ümumiyyətlə biz deyirik ki, isim necə görə. Salla koy. Sayılan. Şey mi? Sayılan. Ayvalar, bıraklar. 2. Sayılan. Sayılmayan. Hem sayıdan hem sayıdan. Ben paylaşmayayım da salak. Yavru şimdi. Bir də cəm isimlər. Hadi açalım. Deməli, indi bu isimlərə görə biz cəmiyyət bildirən sözləri qruplaşdıracağıq. Sayıla bilən isimlər tək, cəm, sayılmayanlar da həmişə tək olurlar. İndi qruplaşdırırıq görək. Özündən sonra, birinci, özündən sonra istəgər sayılmayan isim gələnlər, sayılmayan. Yəni özündən sonra yalnız sayılmayan isim istəyənlər. Kim sayar? Say görüm bir. March, Aysel, Elida, sonra a great, oldu mu? Özlərindən sonra nə istəyəcəklər? Yalnız sayılmayan istəyəcəklər. Yalnız sayılmayan. İndi burada sadalayaq görək fərqlər. Little fərqi nədir? Əgər qarşısında article varsa, siz yadda necə saxlayın demişdim. Əgər qarşısında article varsa, deməli bu hissədə gələn isimdən yetəri qədər, bəs edəcək qədər var deməkdir. Əgər little'ın qarşısında article yoxdursa, demək həmin isim yoxa bərabərdir. İkinci fərqi nə idi? Little'ın özəlliyi nə idi Sabri? Ha, Little'ın özelliği deməli. Eğer olanda bir dərəcə yan var, Little olan hiç yoktur dərəcə. Amma ikinci bir fərqi nədir? Çünki özü nəyə bərabərdir? Nə var onda? Negative meaning var, mənfi məna var. Ona görə də artıq o inkar cümlədə sahib, işlənməyəcəkdir. Yəni üstə gəl inkar olmaz. Nədir? Reklam. Kim yok? Bir seçirsin. Bir də ki, buna diqqətli olursunuz. Videoda müəllim məşqdə deyir. Bax, istəsən nəzər versin. A great deal of-un əvəzinə başqa bir sıfatça verə bilər. Əsas məsələ baxıram ki, a deal of burada mütləq şəkildə özündən sonra sayıl eləmədə Elə birləşdirək. deyəcəm ki, işləyəcək Aha, sayılmayan isim gələcək. Maç necə cümlələrdə işlənə bilirdi? Sayılmayan isimlərdə işlənirdi və bunu inkarda da işlədə bilərəm. Neydi buna? Fərqi olaraq. Sonra başqa nə var burada? Gedirəm indi. Özündən sonra yalnız cəm isim istəyənləri deyəcəm. Özündən sonra yalnız cəm isim istəyənlər. Saybat dayanır bir də başqa. Həqiqi. Hadi əlini alırsan. Reklam orası.